Deməli, bugünkü mövzumuz nədir? Sifət və zərfin dərəcələri. Əslində sifət və zərfin dərəcələri ikisi də eyni yolla düzəlir. Sadəcə bir fərq var aralarında və işlənmə yerlərində aid olduğu nitq hissələrində fərq var. 3 yerdə fərq var. Dərəcə baxımından isə sadəcə bir yerdə fərq var. Birincisi, gəlin ikisini də eyni öyrənək. Sifət və zərf. Sifət nə deməkdir? Sifət əşyanın əlamət və keyfiyyətini bildirir. Sifət ismə aid olur. İsmə aid olmaq nə deməkdir? Yəni isimdən əvvəl işlənir. Yəni belə olur. Sifət plus isim. Məsələn, gəlin buna bir nümunə yazaq. Məsələn, deyirəm ki, an interesting book. Maraqlı bir kitab. Burada maraqlı sözü sifətdir və özündən sonra isim işlənib. Yəni maraqlı sözü kitab sözünə aiddir, ismə aiddir. Mütləq yadınızda saxlayın ki, sifət isimdən əvvəl gəlməlidir. Sifəti aparıb başqa nitq hissələrinin yanında yazmayın. Sonra növbəti zərf. Zərf isə feilə aiddir. Azərbaycan dilində də belədir. Feilə aiddir və feildən sonra işlənir. Bizdə feildən əvvəl işlənir, amma ingilis dilində feildən sonra işlənir. Yəni düstur belə olur. Feil plus zərf. Məsələn, bir dənə yaza bilərik. Tutaq ki, run, qaçmaq, bir dənə də fast yazıram. Fast bilirsiniz də zərfdir, sürətli deməkdir, sürətli qaçmaq. Əslində sürətlə qaçmaq olmalı. Sürətlə qaçmaq. Burada fast zərfdir və feildən sonra işlənib, feilə aiddir. Deməli, öyrəndik ki, sifətlər ismə aiddir, zərflər isə feilə aiddir. İndi gəlin baxaq dərəcələrinə. Sifət və zərfin hər ikisinin 3 dərəcəsi var. Adi dərəcə, müqayisə dərəcəsi və üstünlük dərəcəsi. Adi dərəcə adından da məlum olduğu kimi heç bir xüsusi şəkilçisi yoxdur. Amma göstəriciləri var. Məsələn, gəlin elə buradan adi yazın və nümunələrlə öyrənək. Birinci başlayaq adi dərəcədən. Hər ikisinin adi dərəcəsinin yaranması eynidir. Və bir də dərəcəyə başlamamışdan əvvəl bir şey diqqətinizə çatdırım. Siz bilirsiniz ki, sonu ly ilə bitən, yəni bu şəkilçi ilə bitən sözlər zərf olur. Bu nə zaman zərf olur? Əgər bu sözlər sifətə artırılarsa. Yəni sifət plus bu ly şəkilçisi bərabər olur zərf. Yəni bütün sözlərin sonunda l-yı gördüm, gedim zərf götürüm. Yox, belə şey yoxdur. Çünki əgər sənin sözün isimdirsə və ona l-yı şəkilçisi artırılıbsa, bu artıq sifət olur. Yəni ki, biz nə öyrəndik? Ly şəkilçisi həm zərf, həm də sifət yaradan şəkilçidir. Əgər sifətin üzərinə artırılırsa, bu zərf formalaşdırır. İsmin üzərinə artırılırsa, sifət formalaşdırır. Gəlin buna bir nümunə yazaq. Məsələn, siz deyə bilərsiniz, bir sifət olsun və üzərinə ly şəkilçisi artırılaraq zərf olsun. Fastly. Fast onsuz da zərfdir. Fastly deyilən bir şey yoxdur axı. Fast onsuz da zərfdir. Zərfin üzərinə l şəkilçisini yaratıraq. Quickly. Məsələn, quickly. Quick, cəld. Quick nədir? Sifət, l-yı zərf. Gəlin bir də ismin üzərinə artırılaq. Bunu görmüş olarsınız. Məsələn, friend sözü isimdir və buna l-yı artırırsan, bu zərf olmur. Çünki sifətin, əgər sənin friend nədir? İsim. İsmin üzərinə l-yı artırırsansa, bu sifət olur. Yəni, bunun sonunda l-yı görüb gedib zərf götürməyin. Birinci sözün kökünə baxın ki, bu isimdir, yoxsa sifətdir. Sonra, indi gəlin keçək dərəcələrə. Birinci başlayaq adi dərəcədən. Adi dərəcənin özünün tərkibində heç bir şəkilçisi olmur. Sadəcə cümlədə göstəriciləri olur. Məsələn, bu hansı göstəricilərdir? So, sonra. Başqa hansılar var? Not as, so as. So, As. Daha sonra bir də var. As. Mehmet not as da var idi. Aha. Səsim yox verir siz səsinizə sonda. So, as ya da as. Bunlar adi dərəcənin göstəriciləridir və bunların inkar forması da ola bilər.
Və bunlar nə deməkdir? Bunlar Azərbaycan dilində kimi deməkdir. Kimi qədər. Kimi qədər deməkdir. Kimi qədər yəni nə mənada? Bənzətmə mənasında. Məsələn, sənin kimi. Məsələn, mən sənin kimi ağıllıyam. Burada ağıllı sözü görürsüz adi dərəcədədir. Sən demirsən ki, mən sənin kimi ən ağıllıyam. Görürsüz üstünlük dərəcəsində olmaz. Ya da siz demirsiniz ki, mən sənin kimi daha ağıllıyam. Təbii ki, uyğun gəlmir. Ona görə biz bu birləşmələrin işləndiyi cümlələrdə adi dərəcə deməliyik. Çünki tərcümə uyğun gəlmir. Yəni Azərbaycan dilində necə deyirsən, ingilis dilində elə deməlisən. Məsələn deyirsən ki, I am mən sənin kimi nəyəm deyək? Gəlin ağıllıyıq deyək. Mən sənin kimi ağıllıyam deyəndə necə deməliyik? I am as clever as. Aha. I am as ya da ki burada so as hansını istəyirsinizsə artıq yaza bilərsiniz. Clever nə deməkdir? Clever ağıllı deməkdir. Və burada gördünüz clever sözünü biz adi dərəcədə yazdıq. Adi dərəcə o deməkdir ki, sən buna şəkilçi artırmırsan. Şəkilçi artırmırsan deyəndə bəzən elə başa düşürlər ki, sifətin şəkilçisini artırmaq olmaz. Məsələn, tutaq ki, useful yazıram. Burada full şəkilçisi var. Amma bu full şəkilçisi sifətin düzəltmə şəkilçisidir. Yəni göstərici şəkilçi deyil. Şəkilçi deyəndə bunu nəzərdə tutmuruq. Sadəcə xüsusi göstərici şəkilçisi nəzərdə tuturuq. Nəysə, bura gəlin clever yazaq. Sonra as sənin kimi deyəndə sən nədir? You'dur. Mən sənin kimi ağıllıyam. Azərbaycan dilində necə deyirsən? Sənin kimi ağıllı. Adi dərəcədə dedin, ingilis dilində də elə deyirsən. Bu sizə testdə necə göstərilə bilər? Testdə belə göstərilir, 3 nöqtə qoyulur və sən burada as görən kimi variantdan adi dərəcədə olan sifət tapıb yazırsan. Sonra həmçinin zərfin də adi dərəcəsi belə düzəlir, sadəcə ortaya zərf yazırsan. Sonra keçdik müqayisə dərəcəsinə. Müqayisə dərəcəsi necə düzəlir? Müqayisə dərəcəsi ümumiyyətlə tərcümədə nə olur? Daha. Məsələn, daha ağıllı, daha hündür, daha gözəl. Yəni daha kimi tərcümə olunur. Və bu dahanı bildirmək üçün biz iki yoldan istifadə edə bilərik. Həm sifətlərdə, həm də zərflərdə eynidir qayda. Birincisi, more sözündən istifadə edə bilərik. More daha deməkdir. Yəni more və bir də er yazın. Bunlar hər ikisi bərabərdir daha. Bunlar nə zaman istifadə olunur? More'dan sonra biz yazmalıyıq çox hecalı sifət yazmalıyıq. Eri isə tək hecalı sifətə artırmalıyıq. Yəni belə olmalıdır. Tək hecalı sifət plus er şəkilçisi və bərabər olur daha. Gəlin bir nümunə yazaq. Məsələn, more interesting. Interesting nədir? Çox hecalı sifətdir və mən daha maraqlı demək üçün more interesting. Məsələn, daha gözəl, more beautiful. Daha ağıllı, more clever. Sonra er şəkilçisi isə tək hecalı sifətlərin üzərinə artırılır. Gəlin buna da bir nümunə yazaq. Məsələn, tall, buna tək hecalı sifətdir təbii ki. Daha hündür demək üçün nə etməliyəm? Er şəkilçisi artırmalıyam. Tall daha hündür olmuş olur. Sonra müqayisə dərəcəsinin göstəricisi nədir? When sözüdür, bağlayıcısıdır. When Azərbaycan dilində bərabərdir dan şəkilçisinə. Bəs niyə biz cümlədə, baxın, testdə əgər when görürsənsə, sən müqayisə dərəcəsi yazırsan. Yəni variantda bunları axtarırsan. Amma niyə? Çünki when dan deməkdir. Gəlin Azərbaycan dilində bir cümlə deyim və müqayisə edirsən özündən kimisə. Məsələn, deyirsən ki, mən Nigardan daha gözələm. Nigardan. Burada dan şəkilçisi whendir. Və sən özünlə Nigarı müqayisə edirsən, sənin ondan daha gözəl olduğunu vurğulayırsan. Ona görə də when olan cümlədə biz müqayisə dərəcəsi yazmalıyıq. Gəlin nümunə yazım. Məsələn, elə bayaq dediyim cümləni yazım. I am. Daha gözəl demək üçün nə deməliyəm? More beautiful. Than Nigar. More beautiful than kimdən? Nigardan. Nigar. Aha, bu when şəkilçidir. Azərbaycan dilində dandan şəkilçisi oldu və özündən sonra gələn sözün sonunda tərcümə etməliyik. Məsələn, Nigardan.
Nigardan daha gözələm. Deməli, harda ki when gördük, ola bilər ki, burada görməyək, biraz cümlənin buralarında görək, yəni sonlara yaxın görək. Yenə də biz nə yazmalıyıq? Müqayisə dərəcəsi yazmalıyıq. Sonra bir də testlərdə ən çox olur, match görə bilərsiniz. Match çox deməkdir və matchdan sonra plus nə gəlməlidir? Müqayisə dərəcəsi gəlməlidir. Amma necə gəlməlidir? Bəzən elə olur ki, matchdan sonra adi dərəcə götürürlər və çaşırlar ki, bəs matchdan sonra məsələn match beautiful yazırlar. Baxın belə yazırlar. Match beautiful. Bunu götürürlər müqayisə dərəcəsi və deyirlər niyə səhvdir? Çünki matchdan sonra gələn bu beautiful sözü var, bu adi dərəcədədir. Amma bunun hansı dərəcədə olmalıdır? Müqayisə dərəcəsində olmalıdır. Deməli, sən beautiful sözünü müqayisə dərəcəsində yazmalısan. Və beautiful çox hecalı sifət olduğuna görə sən bu müqayisə dərəcəsini more artırmaqla yaradırsan. Much more beautiful olmalıdır. Başa düşdünüz? Ya da ki, matchdan sonra sən tək hecalı sifət yazırsansa, sonuna er artırmalısan. Məsələn, much taller. Mütləq matchdan sonra gələn sifət nə olmalıdır? Müqayisə dərəcəsində olmalıdır. Sonra adi dərəcəsində bir də kəmiyyət bildirən sözləri var idi. Gözləyin onda yazdım, burada unutmuşam. Məsələn, tutaq ki very, sonra to, Abi. so. Bunlardan sonra gələn sifət adi dərəcədə olmalıdır. Niyə olmalıdır? Gəlin tərcüməyə baxaq. Bunlar hamısı çox deməkdir. Məsələn, deyirəm ki, sən çox gözəlsən. Gözəl sözü hansı dərəcədədir? Adi dərəcədədir. Demirəm ki, sən çox ən gözəlsən. Ya da demirəm ki, sən çox daha gözəlsən. Görürsünüz, adi dərəcədə deyirəm Azərbaycan dilində. Deməli, ingilis dilində də adi dərəcədə olmalıdır. Gəlin bura adi dərəcə yaz. Adi dərəcədə olmalıdır. Kim sənəsə deyir elə bil. Aha, zərflərdə də eyni ilə belədir. Yadınızı saxlayırsınız. Sonra keçirik nəyə? Üstünlük dərəcəsinə. Üstünlük dərəcəsində aha, üstünlük dərəcəsi ən sözüdür Azərbaycan dilində. Məsələn, ən gözəl, ən hündür. Və üstünlük dərəcəsi sifət və zərflərdə sadəcə bir fərq var. Odan da deyərəm niyə fərqdir. Burada üstünlük dərəcəsi nə ilə düzəlir? Gəlin birinci sifətlərin üstünlük dərəcəsini yazdım. Sifətlərdə, gəlin yazaq. Sifətlərdə the most hissəci ilə düzəlir və most, məsələn, more-la eynidir. Most-dan sonra nə gəlməlidir? Çox hecalı sifət gəlməlidir. Ya da ki, the est şəkilçisindən düzəlir. Yəni, necə olur? The article mütləq olmalıdır. Sifətin üstünlük dərəcəsində the article mütləq olmalıdır. The article gəlir, sonra tək hecalı sifət gəlir, sonra isə est şəkilçisi olmalıdır sözün sonunda. Gəlin bir dənə nümunə yazaq. Məsələn, yazıram the most, çox hecalı bir dənə sifət yazıram, məsələn, wonderful. Yazdım wonderful və çox hecalı sifətdir və most-la düzəltdim. Tərcümə oldu ki, ən gözəl. Sonra tək hecalı sifətlə düzəldirəm. Mütləq the article-ını qoymalısınız, sifəti düzəldirsinizsə. Bəs hardan bilim ki, mən sifətin yoxsa zərfin üstünlük dərəcəsini düzəldirəm? Çünki zərfdə qoymuruq axı biz article. Sən baxmalısan ki, sənin bu dərəcədən sonra gələn söz isimdir. Əgər isimdirsə, sən mütləq article qoymalısan. Çünki axı isimlərdə article olmalıdır. Deməli, the article-ını yazdım, sonra tək hecalı sifətimi yazdım və sonuna nə artırmalıyım? Est şəkilçisi. Artırdım və beləliklə üstünlük dərəcəsi, sifətin üstünlük dərəcəsini yaratmış oldum. The most wonderful ya da the tallest. Bu da ən mənasını verir. Məsələn, ən hündür, ən gözəl. Sonra üstünlük dərəcəsinin qabağına gözləyin, mən ən yazdım. Всё. İndi keçirik nəyə? Zərfə. Zərflərdə. Zərflərdə üstünlük dərəcəsi eyni qayda ilə düzəlir, sadəcə article olmur. Niyə article olmur? Çünki zərflə article işlənmir. Yəni, siz normalda da bilirsiniz ki, zərflə article biz işlətmirik. Article ismə aiddir. Burada biz the article qoyuruq sifətlərdə. Niyə? Çünki özündən sonra isim gəlir. Məsələn, the tallest boy. Buradakı article ismin artiklı olur. Yəni ismə aid olmuş olur. The most wonderful, məsələn, girl yazaq.
Ən gözəl qız. Burada the article qız sözünə aid olmuş olur. Çünki yadınızda saxlayın ki, a and the article-ları ismə aid olur. Amma zərfdə article işlənmir. Çünki zərf ismə aid olmur. Zərf feilə aid olur. Biz feillərlə article işlətmirik heç vaxt. Ona görə yaza bilmərik. Gəlin bir dənə yazaq. Məsələn, birinci nümunəmizi yazaq. Mostdan sonra nə yazmalıyıq? Plus. Çox hecalı zərf bərabərdir. Bir dənə çox hecalı zərf deyə bilərsiniz. Most, məsələn. Kim bir dənə çox hecalı zərf deyə bilər? Heç kim çox hecalı zərf bilmir. Comfortably. Nə? Səsiniz gəlmir. Biraz aydın deyin. Demo. Kimsə nəsə deyir, amma getdi işlədim. Növbəti keçirik tək hecalı zərflərin üstünlük dərəcəsinin yaranmasına. Necə yaranır? Yenə article olmur, sadəcə tək hecalı zərfin üzərinə biz S şəkilçisi artırırıq. İndi mənə bir dənə də tək hecalı zərf deyin. Ona biz S şəkilçisi artıraq. Art. Nə? Art. Ha. Sizin dediyinizin heç birini mən başa düşmədim. Beləliklə də bizim tək hecalı üstünlük dərəcəsində olan zərfimiz yaranmış olur və bunlar hamısı feildən sonra işlənir. Sən bəs indi tutaq ki, variantlarda, qarışıq testlərdə necə aydınlaşdırmalısan? Toplularda asandır tapmaq. Toplularda hər bölmənin əvvəlində var. Hər bölmənin əvvəlində yazılıb sifət zərf. Sən bilirsən ki, sifətin qaydasını tapmalısan. O birində də bilirsən zərfin qaydasını tapmalısan, amma qarışıq testlərə gələndə çətinlik çəkirsən. Çünki sadəcə əzbərdir. Sən bilməlisən ki, nə zaman sən artikel qoymalısan, nə zaman yox. Əgər bir söz ismə aiddirsə, mütləq artikel olmalıdır. Amma bir söz zərfə aiddirsə, feilə aiddirsə, artikel olmaz. Bir də gəlin nəyə baxaq. Biz dedik ki, üstünlük dərəcəsində sifətdə the article istifadə olunur. Bəs adi və müqayisə dərəcəsində hansı artikeldən istifadə olunmalıdır? Əgər adi və müqayisə dərəcəsində olan sifətlərdən sonra sayılan tək isim gəlirsə, mütləq an article yazılmalıdır. Məsələn, bir dənə gəlin yazaq. Birinci düsturu yazım. Adi və ya müqayisə dərəcəli sifət. Plus. Əslində, bura mən article yazmalıydım. An article plus. Adi və ya müqayisə dərəcəsində olan sifət plus sayılan tək isim. Yəni ki, biz üstünlükdə artikeldən istifadə edirik və adi və müqayisə dərəcəsində də artikeldən istifadə edirik, əgər sayılan tək isim olarsa. Məsələn, bir dənə nə deyim, adi dərəcəsindən sonra, məsələn, bayaq yazmışdıq Clever Boy. Deyəsən belə yazmışdıq. Clever Boy. Burada Clever adi dərəcədədir, özündən sonra sayılan tək isim gəlir boy. Mütləq nə olmalıdır? A article olmalıdır. An article 1-ə bərabərdir, 1 rəqəminə. Və burada boy oğlandan da bir dənə olduğuna görə sən nə etməlisən? Bura 1 article-ni yazmalısan. Ya da an article-dan məsələn yazıram ki, an interesting book. Ya da gəlin müqayisə dərəcəli bir sifət yazaq. Bunu müqayisə dərəcəsinə çevirim. Məsələn, Clever 2 yolla düzəlir. Həm sonuna artırmaqla, həm də more artırmaqla. Yəni, ya artırmasan, ya da more artırmalısın. 2 dərəcə göstəricisini eyni sözün üzərində yazmaq olmaz. Yəni, sən bir sözə həm more, həm artıra bilməzsən, birini artırmalısan. Ya da bir sözə həm most, həm də is şəkilçisi artıra bilməzsən, mütləq birini artırmalısan. Amma Clever elədir ki, yəni bəzi sözlər var ki, onlara ya artırmaq olur, ya da more artırmaq olur. Yəni 2 yolla düzəlir. Yenə də birini yazmalıyam. Məsələn, mən şəkilçisi artırdım. Artırdım və özündən sonra sayılan tək ismimi yazdım. Gördünüz, burada müqayisə dərəcəsindədir. Sayılan tək isim var və artikel yazmalıyam. Sonra gəlin çox hecaların düzəlməsini yazaq. Məsələn, more interesting book. Burada book yenə sayılan tək isimdir. More interesting çox hecalı
sifətlərin müqayisə dərəcəsinin yaranmasıdır və mən A artiklından istifadə elədim. Yəni artikl mütləq yadınızda saxlayın və testdə işləyəndə artikllara mütləq diqqət edin. Sonra biz dedik ki, zərflər feillərə aiddir. Zərflər o feillərə aiddir ki, o feillər hərəkət bildirir. Çünki bəzi feillər var ki, onlar nə etmək sualına cavab verir, amma hərəkət bildirmir. Məsələn, köməkçi feillər var, to be-nin formaları. To be-nin formalarından sonra sifət işlənir. Yəni become idi. To be-nin formalarından sonra bir dənə səsinizi bağlaya bilərsiniz. To be-nin formalarından sonra sifət işlənir. Niyə? Çünki to be-nin formaları hərəkət bildirmir. Buna görə də feil olsa da, düzü köməkçi feildir, amma yenə də cümlədə əsas xəbər kimi çıxış eləyə bilirlər və biz onlardan sonra zərf yaza bilmirik, çünki hərəkət yoxdur. Məsələn, bəzi feillərimiz var, onlar həm hərəkət bildirən situasiyalarda olur, hərəkət bildirməyən situasiyalarda olur. Tutaq ki, sim feili var, sonra taste feili var, sonra look feili var. Biz bunlardan sonra bəzən işlədə bilmirik, zərf işlədə bilmirik, bunlar feildir. Çünki bəzən sual yaranır ki, bəs bunlar feildirsə, mən bunlardan sonra zərf yazmalıyam, niyə sifət yazıram? Çünki bunlar hərəkət bildirmir. Sən hardan bilə bilərsən? Tutaq ki, cümləni tam tərcümə eləyə bilmirsən və sən hardan bilə bilərsən ki, bunlar hərəkət bildirmir. Sadəcə cümlənin mübtədasını tərcümə edərək bunu tapmaq olar. Məsələn, burada nə yazım? Bir də smell var idi. Gözü smell da yazım. Smell iylənmək deməkdir. Məsələn, yazıram ki, flower. Flower nə deməkdir? Gül deməkdir elə. Flowers yazılır. Flowers nə deməkdir? Gül deməkdir elə. Güllər cansızdır. Və siz bilirsiniz ki, cansız isimlər hərəkət icra edə bilməz. Cümlənin mübtədası cansız isimdirsə, deməli bu cümlədə hərəkət yoxdur. Çünki axı güllər necə hərəkət icra edə bilər? Cümlənin tərcüməsi belədir ki, güllər iylənir. Necə iylənir? İndi sən onu yazmalısan. Məsələn, nice, gözəl iylənir. Gördünüz, mən bura zərf yazmadım, sifət yazdım. İndi sual verirlər ki, bəs bu feildir. Mən feildən sonra necə sifət yazıram? Çünki bu feil hərəkət bildirmir. Məsələn, görünmək feili. Tutaq deyirəm ki, sən, baxın yazıram. You seem ya da you look. İkisi də eynidir, simlə look. Məsələn, sən görünürsən, sən gözəl görünürsən, deyirəm. Sən burada hansısa hərəkət icra elədin? Yox. Sadəcə deyirəm ki, sən gözəl görünürsən. Burada heç bir hərəkət yoxdur. Hərəkət yoxdursa, zərf də yoxdur. Bəs nə var? Sifət var. You seem, məsələn, yazıram wonderful, sən gözəl görünürsən. Sonra taste, dadmaq mənasında. Məsələn, bir dadına baxmaq ola bilər, bir də dadmaq. Məsələn, yemək, soup yazıram. Soup şorba deməkdir, bilirsiniz. Məsələn, şorba dadır. Necə dadır? Məsələn, ləzzətli. Burada şorba ləzzətli dadır deyəndə, şorba cansız isimdir. Şorba axı bir hərəkəti icra eləmir burada. Sadəcə şorbanın necə daddığını mən vurğulayıram. Buna görə mən zərfdən istifadə edə bilmərəm, çünki hərəkət yoxdur. Nə var burada? Biz nə yazmalıyıq? Sifət yazmalıyıq. Yəni, bu qədər sadə. Sadəcə sən cümləni tərcümə eləməlisən ki, burada hərəkət var, yoxsa yox. Hərəkət varsa zərf var, hərəkət yoxdursa zərf yoxdur, sifət var. Yəni, bu qədər sadədir. Sonra look-la burada simin işlənməyi də eynidir. Bir də buna nümunə yazmıram. Gözləyin elə bunu bunun yanına yazdım. Bunu belə tərcümə edərək tapa bilərsiniz. Bura qədər başa düşmədiyiniz nəsə var? Üstünlük dərəcəsinin göstəriciləri in və burada izah etmək In, var. on, at. In, on, at söz önləri var. Sonra all of var. Sonra one of var. Kimsə səs açsın, echo verir. In, on, at, all of, one of. Bir də nə var? Have, evə var. Have evə, has evə, had evə. Bunlar olan cümlədə biz üstünlük dərəcəsi yazırıq. Niyə? Have evə olan cümlələri biz izah eləyək ki, niyə have evə olan cümlədə biz üstünlük dərəcəsi yazmalıyıq və have evə nə deməkdir ümumiyyətlə? Bir dənə nümunə yazım, onun üzərində siz ümid edirəm ki, başa düşə bilərsiniz. Yazıram ki, you are the
Təbii ki, üstünlük dərəcəsi yazmalıyam. Ona görə artikelimi yazdım. Mən niyə gəldim? Bunu zərfə yazmamalıyam. Bir dəqiqə. Gəldim zərfin altından yazdım. Sifətin üstünlük dərəcəsini harda yazmışdıq biz? Burada yazmışdıq. Burada yazmalıyam əslində. Sifətin üstünlük dərəcəsində bir şey var. Zərf Have evə bitmə. var. Göstəricilər təbii ki, eynidir. Bəs have evə nə deməkdir? İndi bir dənə cümlə yazıram burada. Məsələn, yazıram ki, you are the most... Kimsə səsi açdı yenə. You are the most beautiful girl That I I ever seen in the world. have... Nə? That I have ever seen in the world. Aha. Eləcə, I have ever seen-də saxlayım cümləni izah eləmək üçün. Cümləyə baxın. Have ever yazdıq və have ever'dən sonra gələn feil təbii ki, feilin üçüncü formasında yazılmalıdır. Çünki have ever nədir? Bitmiş zamandır. Və bitmiş zamandan sonra gələn bu see feilini mən verb 3-də, yəni feilin üçüncü formasında yazmışam. İndi baxaq, cümlədə have ever var və mən burada the most beautiful, yəni sifətin üstünlük dərəcəsi yazmışam, amma niyə? Cümlənin tərcüməsinə baxın. I have ever seen, indiyə qədər gördüyüm deməkdir. Yəni sən sifət ever verirsənsə, indiyə qədər etdiyin bir hərəkəti bizə göstərirsən. Yəni indiyə qədər gördüyüm ən gözəl qızsan. Bu mənanı verir. İndiyə qədər mən çoxlu qızlar görmüşəm, amma ən gözəli sənsən. Ona görə də biz have ever olan cümlədə üstünlük dərəcəsi yazmalıyıq. Ya da özünüz belə cümlələr qurmaq istəyirsinizsə, have ever ilə qura bilərsiniz. Məsələn, deyirəm ki, bir dənə yemək adı, məsələn, hansı yemək yazaq? İndiyə qədər yediyim ən ləzzətli yeməkdir. Plov. Pizza. Məsələn, plov is the most delicious meal I have ever eaten. have ever dadmaq Eaten. nədir yemək? Yediyim, okey olsun. Eaten. Eat feilini yenə feilin üçüncü formasına yazdım. Sonra n artırdım. Çünki have ever bitmiş zamanda özündən sonra verb 3 istəyir. Plov indiyə qədər yediyim the most delicious ən ləzzətli yeməkdir. Bu tip cümlələr qurmaq istəyirsinizsə belə qura bilərsiniz ya da have ever olan cümlədə nə yazırıq? Üstünlük dərəcəsi yazırıq. Və artıq öyrənmiş oldunuz ki, have ever olan cümlədə biz niyə üstünlük dərəcəsi yazmalıyıq? Sadələr də deyim. Deməli, burada sadə testlərdən başlayaq. Məsələn, burada V artikli var deyə biz nə qoymalıyıq? Üstünlük dərəcəsi və üstünlük dərəcəsi hansıdır? A variantı. E variant. B variantı, E variant. E variant ola bilər. E variantı. E variantında Sən qulaq asın, mən izah edeyim Çok sizə. güzel. Baxın, burada Y variantı ola bilməz. Çünki bir Most dərəcənin yedi. iki göstəricisi eyni sözdə olmaz. Yəni, həm most olmaz, həm də est olmaz. Mütləq sən birini yazmalısan və niyə? Təkəcalı olduğuna görə sən est artırırsan, niyə est? Və bunun sonra est artırmağın onsuz da üstünlük dərəcəsi deməkdir və sən hardan bildin üstünlük qoymalısan? Çünki burada artiklin var. Sonra burada very adi dərəcə istədiyinə görə sən high yazırsan, Adi. cavab olur A variantı. 3-də burada when müqayisə dərəcəsi istədiyinə görə sən A nə variantı. yazırsan? A Adi. variantı. A Baxın, variantı. məsələn, D A variantıdır, A. Baxın, məsələn, D variantında həm more, həm də sözün sonuna er yazmaq olmaz deyə biz D variantını götürmədik. Sonra keçək biraz mürəkkəb testlərə. Baxın, burada very var və adi dərəcədə yazmalıyıq. Ona görə matchı çıxırıq. Ümumiyyətlə, bu A variantı yanlışdır. Çünki matchdan sonra nə gəlmədi? Müqayisə dərəcəsi. Amma burada matchdan sonra slow adi dərəcədə yazılıb. Deməli, A variantı yanlışdır. D variantı yanlışdır. Çünki sən very'dən sonra necə more yaza bilərsən? More müqayisə dərəcəsidir. Amma very'dən sonra adi dərəcə istəyir. Deməli, A və D variantları yanlışdır. Sonra B variantı da yanlışdır. Niyə? Artıq baxırıq sifət və feillə isimlə sifətin, feillə də zərfin uzlaşmasına. Burada climb dırmaşmaqdır. Deyir ki, beləliklə biz dırmaşdıq. Çox. Dırmaşmaq feildir. Hərəkət var. Hərəkət varsa slow yox. Nə yazmaq lazımdır? Slowly. Deməli, B variantı da çıxdı. Cavab qaldı C ilə Y variantı. C ilə Y variantı. High yüksək deməkdir. Highly yüksək dərəcədə deməkdir. İndi baxın görün burada hərəkət var yoxsa yox. Deyir ki, dağ, sim, görünürdü. Görünmək feili burada nəsə hərəkət icra etməyib. Ona görə nə yazmalıyıq?
Hay yazmalıyıq, sifət yazmalıyıq. Hərəkət yoxdursa nə yazıram? Sifət yazıram. Cavab nə olur? C variantı. Və burada hərəkət var. Climb, dırmaşmaq feili. Ona görə sən slowly yazdın. Yəni sifətin sonuna l-yi artırdın və zərf düzəltmiş oldun. Cavab da nə oldu? C variantı oldu. Bu testi başa düşməyən oldu. Burada deməli nə etməliyik? İkinci tərəfdən daha asan yolla gəlin baxaq. Amma yenə birə də baxmalıyıq. Nəysə. Gəlin baxaq. Burada yazılıb ki, müəllim simt görünürdü. Burada nə yazmalıyıq? Sifət yazmalıyıq. Çünki burada hərəkət yoxdur. Müəllim necə görünürdü? Deməli, angry sözünü çıxırıq. Çünki burada l-yə şəkilçisi zərf düzəldib. Ona görə A variantı deyil. Quietdən sonra gələn sifət ya da zərf adi dərəcədə olmalı deyə burada more sözü var. More'u çıxıram. Qalır hansı? B, D və Y variantları. Burada D variantında görəsən bura nə yazılıb? Lately son zamanlar deməkdir. Late isə gec deməkdir. They arrived late. Onlar gec çatdılar. Biz deyə bilmərik ki, lately. Onlar son zamanlar çatdılar. Görürsünüz, məna uyğunsuzluğu var. Necə deyərsən, onlar son zamanlar çatdılar? Sən deməlisən ki, onlar gec çatdılar. Ona görə lately yox. Nə yazmalıyıq late? Buna görə cavab olur B variantı. İkinci tərəfdə də teacher seemed, müəllim görünür. Burada hərəkət olmadığına görə zərf qoyuruq. Angry olmalıdır. Cavab olur B variantı. Son Müəllimə sizə ki, testlər barmı baxaq. Deməli, burada very adi dərəcədədir və özündən sonra more yazmaq olmaz. Çünki müqayisədə Y variantını çıxdı. Və burada he is a respected, hörmət olunan alim. Yəni, yüksək dərəcədə. High bilirsiniz nə deməkdir? Nəyisə yüksək olduğu, məsələn, yüksək dağ. Bir də var, yüksək dərəcədə hörmət olunan. Əgər sən yüksək dərəcədə hörmət olunan demək istəyirsənsə, highly deməlisən. High yüksək, highly yüksək dərəcədə. Cavab nə olur? B ilə D-dən biridir. İkinci tərəfdə də speak danışmaq. Əgər sən yüksək danışmaq, yüksək səslə danışmaq deyə istəyirsənsə, heç vaxt high istifadə edə bilməzsən. Buna görə loud istifadə etməlisən. Loud zaten səsin yüksək olduğunu göstərmək üçün istifadə olunur. Məsələn, dağın yüksək olduğunu da göstərmək üçün sən louddan istifadə edə bilməzsən. Çünki birik səsi üçün istifadə olunur. Məsələn, loudly səsin yüksək olduğunu göstərmək üçün istifadə olunur. High isə heç highly də yazmaq olmaz bura. Çünki o yüksək dərəcədə danışır mənasına gəlir. Heç tərcümə də uyğun gəlmir, heç yer baxımından da uyğun gəlmir. Cavab nə olur? D variantı olur ki, o yüksək səslə danışırdı. Birinci başlayırıq giriş hissəni yazmağa. Və giriş hissəni yazanda biz ümumi bir məlumat yazmalıyıq insanların bu haqda olan düşüncələrindən. Məsələn, necə başlaya bilərik sizcə esseyə? It's generally accepted that. Birincisi, mən yazmalıyam ki, insanların bu haqda müxtəlif düşüncələri var. İnsanların müxtəlif düşüncələri var. Necə deyim? People have, insanların var, müxtəlif düşüncələr. Müxtəlif düşüncələr nədir? Different opinions. İnsanların müxtəlif düşüncələri var. Nə haqqında? Şəhər və ya kənddə yaşamaq haqqında. Haqqında nədir? About. Yaşamaq nədir? Live. Amma burada yaşamaq sözünü biz nə haqqında, yaşamaq nə sualına cavab verdiyinə görə mən bunu ing ilə verməliyəm. Çünki əgər feillər nə sualına cavab verirsə, biz onu ing ilə yazmalıyıq. About living, yaşamaq harda, dadə şəkilçisi nədir? In. Şəhərdə, city, or bir dəqiqə, bunun artiklını yazmadım. City təkdə olduğuna görə A artiklı. In a city or a village. Kənddə və ya şəhərdə yaşamaq haqqında insanların müxtəlif düşüncələri var. Daha sonra, bəzi insanlar bunu üstün tutur, bəziləri də bunu üstün tutur. Amma mənim fikrimcə, hər ikisinin advantage və ya disadvantageləri var. Bax, bütün esselərdə bunu yazmaq olar. İndi gəlin yazaq. Bəzi insanlar, some people, üstün tuturlar. Üstün tutmaq nədir? Prefer. Prefer. Bəzi insanlar üstün tuturlar. Nəyi üstün tuturlar? Şəhərləri. Bəzi Some insanlar people prefer living in city. bəzi insanlar şəhərləri üstün tuturlar. Bir fikir bildirdim və fikri izah etməliyəm. Çünki insanlar niyə şəhərləri üstün tuturlar? Çünki şəhərlər çoxlu imkanlar təklif eləyir insanlara.
Because they, çünki onlar, burada they deyəndə şəhərləri nəzərdə tuturam. Yəni şəhərlər təklif edirlər. Təklif etmək nədir? Suggest. Təklif edirlər, çoxlu, belə deyək, daha çox, more, imkan, şans nədir bəs? Opportunities. Opportunities. İmkan, şans təklif edirlər. İndi təklif edirlər. Bununla yanaşı biz nə etməliyik? Village life-a aiddir bir dənə müsbət fikir yazmalıyıq. Təklif edirlər while-dan sonra indi nə yazmalıyıq? Kəndlərə aid bir yaxşı xüsusiyyət və çox yayılan bir xüsusiyyət olmalıdır. Və deməli nə yazdıq? While və nə yazmalıyıq? Məsələn, başqaları Dağları falan unuda bilərikmi? nə? Dağlar haqqında falan. Kənd haqqında yazmalıyıq. Və deməli, başqaları kəndlərdəki hüzur dolu həyatdan həzz alarkən, şəhərlər insanlara daha çox imkan təklif edirlər. Yəni, hərəsinə aid bir pozitiv fikir yazdıq. İndi yazırıq. Others, başqaları, enjoy, həzz alırlar. Başqaları nədən həzz alırlar? Kəndin, belə deyək, kəndlərin hüzurlu həyatından. Hüzurlu nə deməkdir? Hüzurlu nə deməkdir? Peaceful. Peaceful life of villages. Kəndlərin hüzur dolu, başqaları kəndlərin hüzur dolu həyatından həzz alarkən, şəhərlər insanlara daha çox imkanlar təqdim edir, təklif edir. Sonra növbəti bir dənə cümlə yazırıq. Mənim fikrimcə, hər iki yerin həm advantage-i, yəni həm müsbət cəhəti, həm də mənfi cəhəti var. Mənim fikrimcə necə deyək? In my opinion. In my opinion, hər iki yerin, hər iki nə deməkdir? Both. Yer nə deməkdir? Place və bothdan sonra gələn isim cəmdə yazılmalıdır həmişə. Both places var nə deməkdir? Have. Hər iki yerin var. Müsbət cəhət nə deməkdir? Advantage. Advantage. And Disadvantage. disadvantage. Disadvantage də mənfi cəhət deməkdir. Mənfi və müsbət cəhətləri var. Sonra yenə davam edirik. İndi necə davam edirik? Əsas hissəni iki yerə ayırırıq. Body 1 və Body 2. Body 1-da city life-dan danışırıq. Body 2-da isə village life-dan danışırıq. Və mənfi və müsbət xüsusiyyətlərinin hər ikisini göstəririk. Gəlin baxaq. Birincisi Body 1-ı yazıram, yəni city life. City life haqqında nə deyə bilərsiniz? Siz əvvəlcə mənə fikirlərinizi deyin. Deməli, başlayırıq nədən? City life-dan başlayırıq. City life haqqında nə deyə bilərik? Baxın, şəhər həyatı deyə bilərik, kənd həyatından daha məşğul. Məşğul deyəndə, yəni daha iş güc baxımından daha məşğul və həyəcanlıdır deyə bilərik. Və burada artıq biz nədən istifadə etdik? Sifətin müqayisə dərəcəsindən. Çünki biz city life və village life-ı müqayisə edirik. Birinci başlayıram. City life is məşğul nə deməkdir? Busy. Amma mən daha məşğul demək üçün nə etməliyəm? Buna şəkilçisi artırmalıyam. Busier and və daha həyəcanlı demək üçün necə deməliyəm? Daha həyəcanlı. More excited. More exciting. More exciting nədən daha həyəcanlıdır? Dan şəkilçisi gəldi. Than village life, yes. Village life nöqtə. Sonra nə yaza bilərik? Citylərdə nələr var? Daha yaxşı məktəblər, hospitallar var, yəni xəstəxanalar. Sonra Better education opportunities. Nə var? Eşitmədim. Better education opportunities. Aha. Cities have better. Better nədir? Good sözünün müqayisə dərəcəsinə görə dəyişmiş formasıdır. Kökündən dəyişib daha yaxşı mənasını verir. Şəhərlərin var daha yaxşı. Daha yaxşı nələri? Məktəbləri. Schools. Daha yaxşı xəstəxanaları. Hospitals.
Sonra daha yaxşı bir də nələri var dedik? İctimai nəqliyyatı. İctimai nəqliyyat sözü nədir? Transport. Yes, public Tamam. transport. Public transportları var. Sonra başqa nələri var? There are Shopping. Shopping. var. Um, Aha, ola bilər. shopping Mağazalar, places. böyük mağazalar məsələn Ultra, yazmaq olar. Internet, Mall. Ha, there Data. var, daha çox, more. İş təklifləri yaza Meta. bilərik əslində, ən mühümü, jobs. Daha çox işlər var. Və başqa nə dediniz? Başqa nəsə deyən oldu? Məsələn, əyləncə mərkəzləri yaza bilərik. Amusement places. Location. Ya da entertainment centers. Yes. Söz yox. Deməli, belə də yazmaq olar da. Education, health and job offer. Səsiniz gəlmir sizin. Jobs and entertainment centers. Deməli, nələr var? Daha çox işlər və əyləncə mərkəzləri var. Sonra nə yaza bilərik? Müsbət cəhətlərini yazdıq elə. İndi şəhərlərin mənfi cəhətlərini yazmalıyıq. Bunun üçün nədən istifadə edirik? Amma sözündən. However ya da on the other hand. Nevertheless. Yes, nevertheless ola bilər. Bunlardan istifadə edə bilərsiniz ya da but istifadə edə bilərsiniz. İndi mən however yazdım. Çünki qarşılaşdırma var. Amma şəhərlər həmçinin necədir? Cities Is are nosy. also Nosy. Nosy. yes, Yani o. noisier, Sexual. daha səs-küylüdülər. Sonra daha necədir? Then. Daha dolu. Dolu nə deməkdir? Full. Crowded deyə bilərik. İzdihamlı. Aha, crowded. More crowded. Sonra and more expensive. Daha bahalıdır şəhər həyatı. Nədən? Kəndlərdən. Than villages. Then. Bir dəqiqə, nə səhv yazdım? Nöqtə. Şəhərlərdən deməli daha belədir. Sonra başqa nə yaza bilərik? Nəqliyyatdan bayaq yazmışdıq. İndi nəqliyyatın pis cəhətləri də var da təbii ki. Nəqliyyatlar necədir şəhərlərdə? Traffic is pisdir yaza bilərik. Sizcə? Negative. Daha pisdir. Negative. Daha pis nə deməkdir? Kökünə. Baddest. Yok. Not bad. Less. Yes, traffic is Worse. worse. And başqa trafiklə bağlı olan havanı da yaza bilərik. Baxın, hava trafiklə əlaqəlidir. Hava It necədir? create it create air pollution. The air is Get pollution. yox, pollution yox. Tüstülərdən də. Daha yəni. çirkli. Çirkli deyəndə necə deyək? Daha Polluted. polluted. Aha. Is more polluted yaza bilərik. Çünki pollution isimdir. Ona görə yaza bilmərik. Növbəti deməli body 1 yazdıq. Əsas hissənin birinci hissəsini. Şəhərlərin müsbət və mənfi cəhətlərini yazdıq. İndi keçirik body 2. Village, yəni kəndlərin müsbət və mənfi tərəflərinə. İndi baxaq village life haqqında yazırıq. Village life necədir sizcə? Village life is Calm. aha, daha sakit. Sonra İndi bana Təmiz hava, təbiətə yaxınlıq. daha You can sakit, get organic products in villages. daha sakit, daha təmiz. Təmiz söz nədir? Cleaner. Clean. Clean. Yes. Çünki niyə cleaner? Baxın. Cümlədə bayaq biz demişdik, and olanda biz eyni dərəcə və ya eyni zaman yazmalıyıq. Çünki and iki cümləni bir-birinə bağlayır. Ona görə. Bir də ki, yadınızda saxlayın. Cümlədə görürsüz vergül var. Vergüllə təkrarlanırsa əgər, bu zamanda da eynidir. Yadınızda saxlayın.
Bir də sifətin ya da zərfin dərəcələrində hamısı eyni olmalıdır. Yəni mən bura calm yazmışamsa, vergül qoymuşamsa, təbii ki, burada clean yazmalıyam. Hamısının müqayisə dərəcəsini yazmalıyam. İndi bir dənə də sifət yazaq. And daha təhlükəsizdir. Safe. Daha təhlükəsizdir şəhərdən, şəhər həyatından. Necə deyim? Then city life. Yes, city life. Then city life. Nöqtə. Sonra kənd həyatı haqqında bizə nə deyə bilərsiniz? You can eat healthier Aha. with Onu da yaza bilərik. organic products. Olar. Ondan əvvəl There's məsələn the yaza good bilərik and ki, nature habits. ondan əvvəl məsələn yaza bilərik ki, insanlar bir-birlərini yaxşı tanıyırlar və kənd həyatı daha az Çok daha kindness, stresslidir. kind, Az stresslidir deyə bilərik. less stress. Yes, less stressful. Less Necə stressful. deyərsiniz ki, insanlar bir-birlərini tanıyırlar? People know each other, one another. Yox, each Say. other. Each other. Niyə each Fərqi yoxdur other? axı onun. Fərqi İnsan var. sayı bilmir ya. People Yəni deyəndə burada çoxlu insanlar nəzərdə tutulur. Ona görə each other yox bir dəqiqə. Niyə belə oldu? onu bildirmir ya. Elə orada olmalıdır söz. Biz yazaq onu uyğun. Məsələn, we verilsə cümlədə biz bilmirik orada ki, neçə dənə adam var. Ona görə ümumi olaraq fərqi yoxdur da. each other yazdım, getdi. Bir Hə. də burada məsələn zərflərdən falan da istifadə edə bilərsiniz. Məsələn, usually. İnsanlar adətən, yəni adətən usually nə deməkdir? Çox halda, 90% halda insanlar bir-birlərini tanıyır. Buna görə mən usually-dan istifadə etdim, həm də söz sayımı artırmaq üçün. Sonra nə deməliydim və less stressful yazmalıyıq bir də, yes. Nə daha stressizdir? Həyat, life. Life is less stressful. Həyat daha az stresslidir kənddə deyə bilərik. Başqa bir fikir olan varmı? Bayaq qidalardan danışdıq biz. Yəni, məsələn, deyə bilərsən ki, you There's the can good and often nature grow habits. vegetables, keep animals, or help each other. Baxın, bayaqdan gördünüz biz you ilə cümlə yazmamışıq. Çünki sən essay yazanda kiməsə tövsiyə vermirsən. Ona görə sən you-dan istifadə etməməlisən. Deməli cümləni dəyişməlisən. Və bu tip cümlələrdə adətən mübtədalar cansız isimlər olur. Bax, görürsüz, bir dənə canlı isim olaraq mübtəda yazmamışıq. Məsələn, bayaq havadan danışmışdıq, havanın çirkli olmasından. Əslində bu city life-da yazdıqlarımızın əksini gəlin burada yaza bilərik. Məsələn, havanın təmiz olmasını yaza bilərik, təbiətin gözəl olmasını yaza bilərik. Necə deyərsiniz ki, hava daha təmizdir? The weather is cleaner than Clean-əni orada istifadə etmişik. Clean-in yerinə başqa nə istifadə edə bilərik? sən Fresh. fresh. Sonra er artırırıq daha təmiz demək üçün. The air is clear. Fresh və bir dənə də bayaq cümlə demişdim. Və təbiət daha gözəldir. Necə deyərəm? The nature is more beautiful. More beautiful, daha gözəl demək üçün more-dan istifadə etdim. Və özündən sonra gələn beautiful sözüm çox hecalı sifətdir. Sonra növbəti yaxşı xüsusiyyətlər yazdıq. İndi keçirik kəndin pis xüsusiyyətlərinə. Bunun üçün ziddiyyət bildirən bir bağlayıcı istifadə etməliyik və however istifadə etdik. Nevertheless. Məsələn, nevertheless but deməkdir, amma deməkdir. Kəndlərdə nə azdır? Bayaq. Village deyə bilərəm. Mesela villages have fewer istifadə olur da. Fewer daha schools, az. hospitals, or less job opportunities. Fewer job opportunities than cities. Few az deməkdir. Few olanda daha az mənasını verir. Daha az nələr var? Məsələn, məktəblər. Schools, hospitals. Sonra. Job opportunities. And job opportunities. Yəni bayaq onu Than yazmışdıqsa bunu əksinə yazırıq. Opportunities var. Sonra bayaq public transport haqqında yazmışdıq. Burada kəndlərdəki public transportlar haqqında nə deyə bilərik? İctimai nəqliyyat. Kəndlərdəki ictimai nəqliyyatlar daha necədirlər? Public transport is more
Az. More yoxsa Ya da az less? deyil. Less. Aha. Less da deyil. Rahat deyə bilərik, əlverişli. Deyil. Mhm. Yəni daha əlverişsizdir Less. mənasına gəlir. Hə. Transport is also less convenient sifətindən istifadə edə bilərik. Bəli. Convenient rahat, əlverişli deməkdir və less-lə birləşəndə əlverişsiz mənasına gəlir. Less convenient than şəhərdəkindən necə deyərik? In cities. Şəhərdəkindən daha az əlverişsizdir. Sonra indi nə yazmalıyıq? Conclusion hissəsini yazmalıyıq. Hansı linking word-dən istifadə edə bilərik? In conclusion. Məsələn, in conclusion ya da to sum up ola bilər. Gəl to sum up yazaq bu dəfə. Keçən dəfə in conclusion yazmışdım. To sum up nəticədə, indi nəticədə nə yazmalıyıq? Yazmalıyıq ki, həm şəhərin, həm də kəndin özünün benefit nə deməkdir? Faydaları var, benefitləri var. Sonra gəlin birinci hələ bunu yazaq. Necə deyərik? Həm şəhərin, həm kəndin. Həm də Both city life and village life. both city and village. Village life. Aha. Həm şəhər, həm kənd həyatının life nəyi var dedik? Özlərinin benefitləri Have var. Have own beneficial aspects. ola bilər, benefits də yaza bilərdik. Hə. Benefits yazıram elə. Benefits. Mhm. Have own benefits var. Sonra indi gəlin nə yazaq? Nə yaza bilərik sizcə? Mən üstün tutardım. Sən harda yaşamaq üstün tutardın? I prefer city life. Aha, mən üstün tutardım. Living I in city life. would. Living in I city would life. I prefer. prefer. Mən üstün tutardım. I would not. Harda üstün tutaram yaşamağı? Prefer to Life in city live life. in a city. Because çünki niyə? Since you can get more opportunities than living in village Çünki o life. təklif eləyir bizə. It offers. O bizə nə təklif eləyir? Many opportunities. Çoxlu şanslar. Bəlkə daha yaxşı Many. opportunities yazaq. Okay. Daha Best. yaxşı imkanlar bizə təklif The best. eləyir və başqa nə təklif eləyir? Bəlkə belə yazaq. O bizə Life daha yaxşı uh, təhsil və karyera imkanları təklif eləyir. aha, Təhsil ola nə bilər. idi? Education. Education and Career. opportunities. Aha. Eləyir. Sonra indi kəndin burasına nə yaza bilərik? Baxmayaraq ki, mən kənddə istirahət etməyi daha çox sevirəm. Kənddə istirahət etməkdən həzz alıram. Bundan da yaza bilərik. Oh. Baxmayaraq ki, nə deməkdir? Although I prefer city life. I also love Preferin yerinə enjoy yazıram təkrar etməmək üçün. I enjoy. I enjoy resting in village. Aha. Going vacation to village. Visiting də yazmaq olar. Going-in yerinə. I enjoy visiting village. For vacation. Yes, for vacation ya da rahatlamaq üçün, istirahət etmək üçün. To For relax. relaxing. Yes, to relax. To relax yaza bilərik. Belə, məncə çətin deyildi. Yadınızda saxlamalı olduğunuz şey nədir? Əgər sizə 2 seçim versələr esse üçün, siz nə etməlisiniz? Hər seçimin ayrı-ayrı müsbət və mənfi tərəflərini yazmalısınız. Sonda isə öz seçiminizi qeyd eləməlisiniz.